Salam hörmətli abituriyentlər, Hindistan haqqında danışacağıq. 19-cu əsrin əvvəllərində Hindistanın böyük hissəsi İngiltərənin Ost-Hind şirkətinin nəzarəti altında idi. Yəni ümumiyyətlə ingilislər ölkələri şirkətlərlə işğal edirdilər, öz şirkətləri ilə. Sonra dövlət gəlib çökürdü. Hindistandakı ingilis mülklərini Ost-Hind şirkətinin rəhbəri idarə edirdi və o general qubernator statusu daşıyırdı. 19-cu əsrin birinci yarısında Ost-Hind şirkəti yeni vergilər tətbiq eləyir. Onun korrupsiya əməlləri səbəbindən Hindistanda narazılıqlar artırdı. 1813-33-cü illərdə qəbul edilən xartiyalara əsasən Britaniya hökuməti tərəfindən Ost-Hind şirkətinin Hindistandakı inhisarçılıq hüququ ləğv edildi. Yəni İngiltərə, Böyük Britaniya hökuməti dedi ki, Ost-Hind, Hindistan Ost-Hindin deyil. Bütün şirkətlər, İngilis şirkətləri Hindistanda işləyə bilər. Yəni onun inhisarçılığına, yəni Hindistandakı tək hakimiyyətliliyinə son qoyuldu. 18-ci əsrdə İngiltərə Maratx və Pəncabı tutur. 1856-da da Aud knyazlığına tutulması ilə Hindistan işğalı başa çatdırılır. Sipahilər üsyanı var bir də Hindistan tarixində. 1857-59-cu illəri əhatə edir. Nə idi sipahi? Ost-Hind şirkətinin ordusunda xidmət edən yerli əhalidən ibarət döyüşçülər. Yəni Ost-Hindin ordusunda xidmət edən Hindistanlılar. Sipahilərin yeni patronlardan istifadədən imtina etməsi üsyana səbəb olur. Deməli, Enfield tüfənglərindən istifadə edirdilər sipahilər və belə bir şayə yayılmışdı ki, onun güllə patronlarında yağdan istifadə olunur. Hindlilər deyirdilər ki, inək yağından istifadə olunur. İnək müqəddəsdir bunlarda, biz ağzımıza vura bilmərik. O Enfield'ın patronlarını da sökmək üçün dişlə dartıb sökməlisən, dişinlə cırmalısan. Deyirlər ki, bu patronlarda inək yağından istifadə olunur, mal yağından. Müsəlmanlar da deyirdilər ki, donuz yağından istifadə olunur, ona görə etiraz edirlər. Bu problem yaradır, üsyana səbəb olur. Daha doğrusu bəhanə olur üsyan üçün. Üsyançılar Dehliyə daxil olub Böyük Moğol dövlətinin sonuncu hökmdarı olan 2-ci Bahadır Şahı yeganə qanuni hökmdar seçirlər, ona sədaqət and içirlər. Amma buna baxmayaraq 1859-da ingilislər üsyanı yatırırlar. Üsyanın məğlub olmasının səbəbi vahid rəhbərliyin və komandanlığın olmaması, üsyançıların da maraq müxtəlifliyi və nizamsızlığı idi. Sipahilər üsyanından sonra İngiltərə Hindistan idarəçiliyində dəyişiklik etdi. Britaniya hökumətinin Hindistanın idarə edilməsinin yaxşılaşdırılması haqqında qəbul etdiyi akta əsasən Ost-Hind şirkətinin siyasi idarəçilik hüquqları ləğv edildi. Hindistan işləri ilə bağlı hökumətdə nazir vəzifəsi təsis edildi. Artıq Britaniya hökuməti qarışır məsələyə, şirkəti qoyurlar kənara. Hindistanın ali hakimiyyəti general qubernatordan vitse-krala keçdi. Britaniya Hindistan adlı müstəmləkə mülkü yaradıldı və idarəçilik İngilis taxtına keçdi. 1876-cı ildə də İmperatriça Victoria Hindistan imperatriçası titulunu qəbul edir. Asiya qitəsində ən böyük İngilis müstəmləkəsi Hindistan idi və onu Britaniya imperiyasının mirvarisi adlandırırdılar. Hindistanda kapitalist münasibətlər 19-cu əsrin ikinci yarısından yaranmağa başlayır. İngilislər əsasən dəmir yollarının çəkilməsi, suvarma kanallarının çəkilməsi, plantasiyaların salınmasına kapital qoyurdular. Təbii ki, gəlir götürmək üçün. 1884-cü ildə Hindistanda milli kapitala məxsus ilk toxuculuq fabriki yaradılır. 1890-da isə fəhlə qanunları qəbul edilir. Uşaq və yeniyetmələrin əməyindən istifadə məhdudlaşdırılır. Ümumi Hindistan Milli Konqresi çağırılır 1885-də. İngilis hökumətinin razılığı ilə Hindistanlı ziyalılar tərəfindən yaradılır. Bəs sual olunur ki, niyə ingilislər buna göz yumdular, buna icazə verdilər, razılıq verdilər? Axı hindlilər birləşirlər. Çünki ingilislər bilirdilər ki, burada müsəlmanlarla hindlilər bir-birlərini qıracaqlar. Ona görə də icazə vermişdi ki, belə daha yaxşı olar, biz onları idarə edərik. Bunlar nəyə çalışırdılar? Hind xalqının hüquqlarının artırılmasına çalışırdılar və öz maraqlarının İngilis parlamentində təmsil edilməsinə çalışırdılar. Baxın, ingilislərin gözlədiyi kimi də oldu. İngiltərə hökuməti Milli Konqresdə hindli millətçilərlə müsəlmanlar arasında ziddiyyətlərdən istifadə edərək Hindistanda müstəmləkə zülmünə qarşı vahid cəbhənin yaradılmasına imkan vermədi. 20-ci yüzilliyin əvvəllərində əhalinin ən kütləvi mübarizə forması isə ingilislərə qarşı yalnız boykot idi. Bu da müəyyən mənada hardasa faydalı ola bilirdi. Belə,
Hindistan mövzusu haqqında danışdıq. Ümid edirik ki, mövzu sizə aydın oldu. İndi isə vəsaitimizdən mövzunu öyrənək. Hər birinizə uğurlar arzulayıram. Hələlik.